Salam, hörmətli tamaşaçılar, Hədəfin canlı efirində xoş gördük sizi. Sülh və insanlıq əleyhinə müharibə cinayətləri, terror və terrorçuluğa dəstəkdə, onu maliyyələşdirməkdə və daha ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəmə prosesi bugün başa çatdı və məhkəmənin yekun qərarı ilə Ruben Vardanyana 20 il həbs cəzası verildi və o 20 il müddətinə azadlıqdan məhrum edildi. Və bu prosesin özü Azərbaycanın dövlət suverenliyinin gücünün bir daha göstəricisi idi. Çünki bu təkcə bir insanın taleyi ilə bağlı məsələ deyildi. Bütövlükdə regionda təhlükəsizlik, haqq və ədalətin bərpası, beynəlxalq hüququn bərpası və ümumilikdə postmünaqişə dövründə sülh prosesinə hüquqi yanaşma demək idi. Bəli, hörmətli tamaşaçılar, Ruben Vardanyanın həbs qərarı sonraki proseslərə necə təsir göstərəcək, beynəlxalq hüquqda hansı presidentləri yaradacaq və sülh prosesinə xüsusilə də hansı təsirləri olacaq müzakirə edəcək və Azərbaycan müharibəni susturdu. Amma dünyada təəssüflər olsun ki, müharibələr susmur, elə yaxın regionda Rusiya-Ukrayna müharibəsi davam etməkdədir. Amma bu prosesdə də ümidlər bugün keçiriləcək Cenevrədə üç tərəfli görüşə, Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna arasında keçiriləcək görüşə yönəlib və bu görüşdə hansı nəticələri gözləmək olar? Odur ki, daha bir müzakirə mövzumuz da elə Cenevrə görüşü barədə olacaq. Qonaqlarımızı sizə təqdim edim və müzakirələrimizə start verək. Bugünkü qonaqlarımız Milli Məclisin deputatı Sevil xanım Mikaylova. Xoş gəlmişsiniz Sevil xanım. Və parlamentin digər üzvü Zaur Şükürov. Sizi də salamlayıram. Xoş gəlmişsiniz. Eyni zamanda iqtisadçı ekspertimiz Kənan Quluzadə də bizimlə bərabərdir. Xoş gəlmişsiniz Kənan müəllim. Təbii, bugünkü hadisənin nəticələrini, məhkəmə prosesinin artıq uzun müddət idi ki, davam edən məhkəmə prosesini beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ictimaiyyəti və erməni ictimaiyyəti də gözləyirdi və nəhayət ki, bugün qərar elan olundu və Ruben Vardanyana 20 il həbs cəzası verildi və proses ümumiyyətlə necə yekunlaşdı, daha ətraflı həmkarım Südabə Cahangirli bizə məlumat verəcək. Eşidirsə onu salamlayırıq. Salam Südabə, buyur, söz sizdə. Bəli, Ruben Vardanyanın bir ildən çox müddətə Bakı məhkəmə kompleksində keçirilən açıq məhkəmə prosesi bu günləri başa çatdı. Məhkəmənin hökmü ilə Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən Ruben Vardanyan məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum olundu. O cəzasının 10 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesinə ötən il yanvarın 17-sində başlanılmışdı. Bir il müddətinə bu zalda Bakı məhkəmə kompleksində məhkəmə istintaqı aparıldı. Yüzlərlə zərər çəkən və zərər çəkmişin hüquqi varisi ifadə verdilər. İfadələrində hansı şəraitdə zərər çəkdiklərini, əzizlərini, doğmalarını necə itirdiklərini, baş vermiş hadisələr zamanı nələrin yaşandığı barədə məhkəmədə danışdılar və qeyd edək ki, eyni zamanda bir il müddətinə məhkəmə istintaqında yüzlərlə sənəd məhkəmə istintaqında tədqiq olundu, araşdırıldı, subutlar, faktlar, eyni zamanda video materiallar, fotomateriallar nümayiş etdirildi. Ruben Vardanyan isə məhkəmədə sərbəst ifadə verməkdən imtina etdi, amma buna baxmayaraq bir il davam edən məhkəmə istintaqı zamanı o olduqca çoxsaylı vəsadətlər təqdim etdi məhkəməyə. Eyni zamanda onun vəsadətlərinin böyük bir əksəriyyəti qanunvericilik çərçivəsində olan vəsadətləri təmin olundu. Qeyd edək ki, Ruben Vardanyan həmin vəsadətlərini təqdim etməsi üçün, eyni zamanda fikirlərini çatdırması üçün ona özünün istəyinə uyğun olaraq rus dilində tərcüməçilər ayrılmışdı. Eyni zamanda onun özünün istəyinə uyğun olaraq həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı özünün istəyinə uyğun olaraq hüquqlarını vəkili müdafiə etmişdi. Amma məhkəmənin gedişatı zamanı o vəkilindən, özünü seçdiyi vəkilindən imtina etdi. Bundan sonra ona Azərbaycan dövlətinin vəsaiti hesabına yeni vəkil təyin olundu və həmin vəkil də Ruben Vardanyanın sonadək hüquqlarını
təmin etdi. Məhkəmə prosesi yekunlaşdıqdan sonra tərəflər çıxış etdilər və dövlət ittihamını əvvəlcə müdafiə edən prokurorlar çıxış etmişdi. Onlar Ruben Vardanyanın cinayət əməllərinin məhkəmə istintaqı zamanı, daha doğrusu ona qarşı irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı sübuta yetirildiyini bildirmişlər və onu ömürlük azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişlər. Onu da qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələrlə ittiham olunurdu. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi, muzluluq, işgəncə, Azərbaycan dövlətinin sərhədlərini qanunsuz keçmə, konstitusiya quruluşunu dəyişmə və digər maddələri ilə ittihamlar irəli sürülürdü. Zərərçəkmişlər də son sözlə çıxış etdilər. Onların hüquqi varisləri də bildirdilər ki, Ruben Vardanyan bu hadisələr zamanı dəymiş zərərə görə onlar Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum olmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə isə sonuncu iclasda Ruben Vardanyanın özünə son sözlə çıxış etmək üçün imkan yaratdı. O da son sözünü məhkəmədə bildirdikdən sonra məhkəmə yekun qərar qəbul etmək üçün müşavirəyə getmişdi. Bir qədər əvvəl isə müşavirədən gələn məhkəmə heyəti həmin yekun qərarı elan etdi. Təşəkkür Bizim edirik. hələlik çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən mərkəzdə, studiyadadır. Təşəkkür edirik Südəbə və bəli, məhkəmə prosesindən yekun qərarı, ümumiyyətlə prosesin gedişatını həmkarım Südəbə bizə çatdırdı. Hər şey şəffaf, ortada, yəni faktlar danışanda yalanlar susar, manipulyasiyalar təbii ki, heç vaxt qalib gələ bilməz və xüsusilə də nəzərə alsaq ki, bu prosesin özündə belə Azərbaycana qarşı ədalətsiz beynəlxalq təzyiqlər hökm sürürdü. Amma buna rəğmən Azərbaycan öz prinsipiallığını, qanunun aliliyini sübuta yetirdi. Necə deyərlər, qanunun aliliyi dövlətin aynasıdır. Azərbaycanın suverenliyi baxımından bu prosesin yekunlarını necə qiymətləndirmək olar Sevil xanım? Bu çox vacib düşünürəm ki, tarixi bir hadisədir. Əslində biz əgər nəzərə alsaq ki, 30 il Azərbaycan konflikt şəraitində olub Ermənistanla və biz 2020-ci ildə müharibəni bitirdikdən sonra isə öz torpaqlarımız daxilində, yəni biz sərhədlərimizi bütövləşdirdik, şərti sərhədimizi müəyyənləşdirdik. Amma Azərbaycan daxilində biz tamamilə fərqli bir qruplaşma ilə rastlaşdıq. Yəni buna qədər bildiyiniz kimi ayrı bir xunta tərəfindən əgər Qarabağda rəhbərlik var idisə, biz müharibədən sonra artıq bir belə deyək separatist layihə ilə rastlaşdıq ki, ona da Ruben Vardanyan başçılıq eləyirdi. Yəni biz məhkəmənin qərarının ədalətinə şübhəmiz yoxdur və bu ümumiyyətlə düşünürəm ki, müzakirə mövzusu da deyil. Kifayət qədər şəffaf keçib. Biz sadəcə bunu beynəlxalq müşahidəçilər üçün deyirik ki, kifayət qədər şəffaf bir proses oldu. Yanvarın 17-sində ötən il başlamışdı və bir ildən çox müddətdə düşünürəm ki, hər bir şəxsin və xüsusən də beynəlxalq tamaşaçıların gözü qarşısında bu translyasiya olunub, göstərilib. Faktlar göz qarşısındadır. Dövlət ittihamçısı, yəni bu ittihamları səsləndirdikdən sonra məhkəmə tərəfindən bu sübuta yetirilibdir. Və bugün kimlərsə narazıdırsa, kimlərsə düşünürsə ki, məhkəmənin qərarında bu və ya digər şəkildə qərəz var, yəni bu düşüncədə olanlar, onda qoy onlar məsələnin bundan sonraki çözümü ilə bağlı digər bir instansiyada müraciət etsinlər. Amma baxın ki, heç kim bunu etmir. Sadəcə olaraq deklarativ xarakterli bir sıra bəyanatlar səsləndirir. Bəli, yəni Ermənistan buna çox getmir. Çünki Vardanyanın əslində onun özünün dövlətçiliyi üçün kifayət qədər təhlükəli olduğu qənaətindədir. Və region üçün terrorçuluqla məşğul olması Ruben Vardanyanın terroru maliyyələşdirməsi təkcə separatizm, ümumiyyətlə təkcə Azərbaycan üçün deyil, region ölkələri üçün bir təhlükə idi. Yəni bu geniş bir miqyas da var. Bəli, Vardanyanın missiyasının nədən ibarət olduğunu bunu dəfələrlə müzakirə etmişdik. Hələ o həbs olunmamışdan əvvəl. Yəni bu çox qeyri-adi bir hadisə idi ki, Rusiyada yaşamış oliqarx, kifayət qədər belə deyək, zəngin bir insan, Forbes-un zənginlər siyahısına daxil edilmiş bir şəxs niyə görə birdən zənginliyini qazandığı Rusiyanın pasportundan imtina edir və Qarabağa gəlir. Əslində onu nə bağlayırdı Qarabağa? Orada doğulmamışdı, onun vətəni deyildi. Yəni ayrıları bəlkə də bunun müəyyən mənada bağlılıqları ilə hardasa uzlaşdırırdılar. Amma Vardanyanın Qarabağa heç bir aidiyyatı da yox idi. Yəni belə olan halda onun niyyətinin elə kriminal yönümlü olması da göz qabağındaydı və bütün bunlar məhkəmə prosesində tam şəkildə, aydın, şəffaf şəkildə sübuta da yetirildi. Bilirsinizmi, insanın əslində amalı onun hərəkətlərindən bilinir. Azərbaycan ərazisinə qeyri-qanuni daxil olmuşdu. Bu özü bir cinayət əməlidir.
İkinci tərəfdən, yəni Azərbaycan ərazisində daxil olduqdan sonra özünü qeyri-qanuni olaraq baş nazir elan etmişdi. Yəni bir dövlətin daxilinə girmək, onun konstitusiyon quruluşunu pozmaq, orada hansısa bir suveren belə deyək, dövlət yaratmaq və orada özünü dövlət rəhbəri kimi qələmə vermək, əslində bu ümumilikdə dünyada qəbul olunmamış bir praktikadır və əgər Vardanyan düşünürdür ki, 90-cı illəri təkrarlaya biləcəkdir, yenidən Azərbaycan ərazisində hansısa ona söz vermişlər ola bilsin ki, və yaxud da ki, onun adı dəfələrlə çirkli pulların yuyulması bu kimi makinasiyalarda hallanıbdır və o səhv salıbsa ki, orada əgər pulla hər şeyi həll etmək mümkün idisə, Azərbaycan daxilində də dövlətin quruluşunu bu cür dəyişə biləcəkdir. O çox yanılırdı. Çox yanılırdı. Cənab Prezident çox gözəl tutarlı cavabını elə o dövrdə verirdi ki, Ermənistanın havadarları əgər dövlət içində dövlət yaratmaq istəyirlərsə, Fransanın öz əyalətlərini misal göstərirdi ki, getsinlər orada. Azərbaycan torpağında, ərazisində heç bir terrorçuya, separatçıya yer yoxdur. Bəli, biz hələ münaqişə dönəmində bunu dəfələrlə bəyan edirdik. Yəni Vardanyanın da indi bugün də onu müdafiə edən qüvvələr var. Bildiyiniz kimi onlar müxtəlif rezolyusiyalarla çıxış edirlər. Bu və digər tədbirlərdə mütləq şəkildə onları separatist, radikal terrorist bu cür deyil. Çünki onlar radikal terroristlər niyə görə ki, silahlı qruplaşma yaratmışdı, o ərazidə rəhbərlik edirdi bu quruma, özünün polisi, silahlı qruplaşmaları var idi. Yəni onlar ordu dilə, biz onu ordu kimi qəbul etmirik və bu sadəcə olaraq terror qruplaşmasıdır. Yəni bu cür qruplaşmaları Azərbaycan ərazisində yönləndirmək kimi bir iştahası var idi. Yadınızdadırsa o tez-tez kütləvi ixtişaşlar, tədbirlər hətta keçirirdi Qarabağ ərazisində və xalqı itaətsizliyə dəvət edirdi. Və bununla da Azərbaycanın konstitusiyon quruluşunu pozmağa yönəlmiş əməllərinə qanuni don geyindirmək istəyirdi. Əslində biz neytrallaşdırmışdıq. Xatirinizdədirsə müharibədən sonra Azərbaycan hətta burada yaşayan ermənilərlə müəyyən bir təmas qurmaq üçün də addımlar atırdı. Amma məhz Vardanyanın Qarabağda peyda olması ilə vəziyyət tamamilə dəyişdi. Və biz çox gözəl anlayırıq ki, bu əslində kimlərin ideyası idi, hansı sifarişi yerinə yetirirdi. Sadəcə olaraq onu yönləndirənlər unutmuşdular ki, bugünkü Azərbaycanla bu cür layihələri həyata keçirmək qeyri-mümkündür və ona görə də iflasa uğradıq, belə demək mümkünsə. Amma mən düşünürəm ki, əgər Ruben Vardanyan sonunu görsəydi öz taleyinin, əslində o bu addımı atmazdı və heç bir halda Rusiyadan öz pasportunu, öz vətəndaşlığını orada imtina edərək Qarabağa gəlməzdi. Və görünür ki, onu möhkəm inandırmışdılar ki, burada onun üçün bir dövlət formalaşdıracaqlar. Yəni, yəqin ki, belə çox sadəlöv insanlar olub, onun arxasında dayananlar və o qara, çirkin əməllərini burada da davam etdirəcəkdir. Lakin gördüyünüz kimi 2023-cü il biz antiterror əməliyyatlarını çox böyük uğurla həyata keçirdik və Azərbaycan öz suverenliyini bütün ərazisində tam şəkildə bərpa etdi. Və bilirsiniz, siz ilk sualınız ondan ibarət idi ki, əslində bu prosesin yəni tarixi qiyməti nədir? Mən düşünürəm ki, bəli, biz yəni cinayətkarların öz cəzasına çatmasına bağlı heç vaxt şübhəmiz olmayıb. Hətta torpaqlarımız işğal altında olanda belə biz əmin idik ki, bu torpaqları işğaldan azad edəcəyik və Azərbaycan xalqına qarşı cinayətlər törətmiş, qanlı cinayətlər törətmiş şəxslər, onlar mütləq şəkildə mühakimə olunacaqlar. Amma biz bu tarixi faktı ortaya qoymaqla əslində bütün dünyada da bir nümunə yaratmış olduq ki, yəni bu cür əməllərin heç bir sonu yoxdur. Əgər onu talih haçansa Rusiyadan Qarabağa yönləndirdisə, bu o demək deyildi ki, o mütləq şəkildə özünün qara niyyətini burada həyata keçirə biləcəkdir. Ona görə də 20 il, bəli, düşünürəm ki, hətta Azərbaycan məhkəməsi kifayət qədər humanist davranıbdır. Bildiyiniz kimi, hətta dövlət ittihamçıları ona ömürlük həbs cəzası istəyiblər. Çünki biz burada bir sıra ittihamların olmağını Azərbaycan Cinayət Məcəlləsinə uyğun onları sadalayırıq. Amma onlardan düşünürəm ən üst və ən ağır olanı ölkənin konstitusiyon quruluşunun pozulmasına yönəlmiş addımlardır ki, bunlar ən ağır cinayətdir Azərbaycan deməli qanunvericiliyində. Ona görə də yəni əslində bugünkü məhkəmə, orada onun mühakiməsi kimin kim olduğunu çox aydın şəkildə ortaya qoyur.
Zaur müəllim, sizcə Azərbaycan istər siyasi, istər hüquqi baxımdan nəyi sübut etdi bu prosesin yekunu ilə? Və az öncə xatırlatma etdim, cənab prezident dəfələrlə deyirdi ki, Ruben Vardanyanlar, erməni revanşistləri əgər Azərbaycanın torpağında özlərinə dövlət qurmaq istəyən ermənilər və onların havadarları getsin elə öz ərazilərində ermənilərə pay torpaq versinlər. Bu Fransanın Marsel şəhərinə aid idi. Rusiyada kifayət qədər erməni lobbisi inkişaf eləyirdi. Ruben Vardanyanın arxasında Amerika Birləşmiş Ştatlarından qüvvələrin dayandığı faktları ortaya çıxırdı, maliyyə dəstəyi ortaya çıxırdı və ümumiyyətlə kimlər Ruben Vardanyanın arxasında dayanırdı və bu prosesin yekunu kimlərə tutarlı cavab oldu? Biz nəyi sübut etdik? Cələ xanım, hörmətli həmkarım Sevil xanım ətraflı məlumat təqdim etdi. İstər Ruben Vardanyanın cinayət əməlləri, istərsə də məhkəmənin qərarı ilə bağlı, o cümlədən sizin həmkarınız da artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrini sadaladı. Mən bunu təkrarçılığa yol vermək istəməzdim. Həqiqətən də artıq biz torpaqlarımızı işğaldan azad etdik, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olundu, ədalət öz yerini tutdu və bu məhkəmə prosesləri istər Ruben Vardanyan, istərsə də Ruben Vardanyan qədər olan digər separatçıların məhkəmə prosesi nəhayət ədalətin zəfər çaldığına nümayişidir. O ki, qaldı sizin sualınıza, Azərbaycan bu məhkəmə prosesi ilə, ümumiyyətlə torpaqların işğaldan azad olunması ilə, suverenliyi, ərazi bütövlüyünün təmin edilməsi ilə, o cümlədən bu məhkəmə prosesi ilə sübuta yetirdi ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhdid yaranan istənilən qüvvələr layiqli cəzalarını alacaqlar və bu nəinki ədalətin zəfər çalması idi, eyni zamanda Ruben Vardanyanın dəstəkləndiyi bu layihənin bir sonu idi. Hörmətli Sevil xanım qeyd elədi, məlumdur ki, Ruben Vardanyan layihəsi kənardan dəstəklənən bir layihə idi. Amma buna baxmayaraq da heç şübhəsiz ki, Ruben Vardanyan öz fəaliyyəti dövründə də bayaq qeyd etdik, Cinayət Məcəlləsinin müvafiq maddələri 40-adək maddəsi üzrə ittiham olunurdu, terrorizm maliyyələşdirilməsi, insanlıq əleyhinə cinayət və bütün bunlar heç şübhəsiz ki, ən ağır cəzaya layiq görülməli idi və ən əsası da heç şübhəsiz torpaqlarımızın suverenliyimizə, ərazi bütövlüyümüzə təhdid faktı ən ağır cinayətlərdən dövlətçiliyimiz, konstitusiya quruluşumuza qarşı yönələn addımlar ən ağır cinayətlərə layiq görülməli idi. Və unutmayaq ki, ümumiyyətlə bu separatizmin dünya miqyasında dəstəklənməsi, separatizmin qarşısının alınması ilə bağlı təcrübələr mövcuddur. Bizə məlumdur ki, məsələn, götürək İspaniyanın özünü, İspaniyada, Kataloniyada bir müddət öncə səhv etmirəmsə 2017-ci ilin oktyabr aylarında bir referendum keçirilmişdi müstəqilliklə bağlı. Hətta ondan sonra İspaniyanın Konstitusiya Məhkəməsi bu referendumun, yəni separatizmi dəstəkləyən bu referendumun qanunsuz olduğunu bəyan etmişdi. Hətta onları müəyyən qismi həbs olunmuşdur. Bu separatizmə rəhbərlik edən, Kataloniya separatistlərin rəhbərlik edən lideri də ölkəni tərk etmişdi, bir müddət həbsdə qalmışdı, sonra ölkəni tərk etmişdi. Yəni, separatçılığa, ərazi bütövlüyünə, suverenliyinə təhdid yarana istənilən qüvvələr dünya miqyasında layiqli cəzalarını alırlar. Bayaq biz qeyd etdik ki, mümkündür, yəni buna qədər də biz bunu müşahidə etmişik, kənardan hər hansı bir təzyiqlərin olması, istər torpaqlarımız işğal altında olduğu dövrdə, istər məhkəmə prosesində də biz davamlı təzyiqləri görürdük və eyni zamanda biz onların buraxılmasını tələb edirdi Ruben Vardanyanın. Xatırlayırıq, biz Münxen Təhlükəsizlik Konfransında cənab prezidentin Frans 24 telekanalına müsahibəsi zamanında bir qayda olaraq biz bunu şahidlik edirik. Çox üzr istəyirəm, o müsahibəni artıq bizim redaktorlarımız hazırlayıblar. Elə məhz dövlət başçımızın tutarlı cavabını. Gəlin elə biz dövlət başçımızın məhz Münxen Təhlükəsizlik Konfransı çərçivəsində verdiyi müsahibədən bir hissəni xatırlayaq, sonra davam edəcək Zaur müəllim sizinlə. Bu insanlara gəldikdə onlar bizim ərazimizdə Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən qanunsuz separatçı rejimin liderləridir. Bu insanlar uzun illər ərzində Azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb, məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri, şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib. Hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər.
İkinci Dünya müharibəsindən sonra Nürnberg məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, 2 aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm onları azad edin. Onların törətdiyi cinayət 2-ci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi. Bizim bu məsələ ilə bağlı mövqeyimiz çox aydın olub. Bizim Qarabağda yaşayan bütün ermənilərə vətəndaşlıq və ya iş icazəsi üçün müraciət etməyi təklif etdiyimiz dəfələrlə səsləndirilib, o cümlədən veb-saytda dərc olunub. Qarabağ ermənilərinin nümayəndələri ilə bir neçə dəfə görüşlərimiz oldu, lakin onlar Ermənistana getmək seçimini üstün tutdular. Bəli, məhkəmə prosesi ilə bağlı Azərbaycana təzyiq edən qüvvələrə dövlət başçımızın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində verdiyi müsahibədə tutarlı cavabı idi və heç də təsadüfi deyil ki, bu məhkəmə prosesi beynəlxalq səviyyədə Nürnberg məhkəməsi ilə müqayisə olunur və burada da tutarlı faktları heç də Nürnberg məhkəməsində itham olunan o cinayətkarlardan geri qalmadığını bir daha sübut etmiş olur. Və Azərbaycan hansı prezidenti yaratdı? Bundan sonraki proseslərə Zaur müəllim Koçaryanlara, Sarkisyanlara, Əli Xocalı qanuna batmış şəxslərə bəli, hansı formada preventiv tədbir olaraq, hansı formada rol oynaya bilər? Əslində, ilk öncə onu qeyd edim ki, həqiqətində Prezident cənab İlham Əliyevin bu ilk dəfə deyil, müsahibəsi zamanı tutarlı cavablar səsləndirməsi, istər müsahibələr zamanı, istərsə də hansısa panel müzakirələr zamanı jurnalistlərin suallarına və özünün fikirlərini səsləndirərkən tutarlı cavablar səsləndirir və o cümlədən də heç şübhəsiz ki, Fransız 24 kanalında, telekanalına verdiyi müsahibəsində də belə fikirlər səsləndirdi. Çox düzgün qeyd etdiniz, Jalə xanım, həqiqətən də nəinki cinayət əməli törətməkdə təqsirli bilinən şəxslər layiqli cəzalarını aldılar, o cümlədən onların havadarları da Azərbaycanın prinsipial qətiyyətli mövqeyinin bir daha şahidi oldular. Bayaq mən qeyd etdim, suverenliyimiz, ərazi bütövlüyümüzə təhdid yaranıb və bu təhdidin qarşısını almaq üçün cinayətkarlar layiqli cəzalarını alıblar. Mən bayaq misal çəkdim, İspaniya misalını gətirdim. O cümlədən də digər bölgələrdə, hansı dövlətin ərazisində, məsələn olsun Fransası olsun, Hollandiyası olsun, biz dəfələrlə bununla bağlı fikirlər səsləndiririk ki, həmin ölkələrin dəniz aşarı bölgələrində yeni müstəmləkəçilik siyasətindən əziyyət çəkən bölgələr var, xalqlar var. Onlar müstəqillik bəyannaməsi elan etsələr, müstəqilliklə bağlı müraciət etsələr, referendum keçsələr, Fransa olsun ya digər Avropa dövlətləri necə münasibət bəsləyəcəklər, necə mövqe sərgiləyəcəklər? O cümlədən Qrenlandiya ilə bağlı Danimarkanın ayrılmaz tərkibi hissəsi olan müəyyən yüksək muxtariyyəti var. Amma bununla bağlı Avropa İttifaqı dövlətlərin Avropanın necə birlik nümayiş etdirdiyini biz şahid olduq. Ukrayna-Rusiya münaqişəsində Ukraynanın ərazisi ilə bağlı məsələlərdə necə vahid mövqe nümayiş etdirirlər. Bütün bunlar ikili standartların bariz nümayişidir. Və məhz Azərbaycana gəldikdə də biz istər torpaqların işğal altında olduğu dönəmdə, istər torpaqların 2020-ci il Vətən müharibəsindən sonra ona qədər bir günlük antiterror tədbirlərinə qədər olan dövrlərdə də müxtəlif beynəlxalq platformalarda biz bu qərəzli yanaşmanın şahidi olduq. O cümlədən də biz dəfələrlə bayaq cənab prezidentin müsahibəsinə istinad etdik. Dəfələrlə cənab prezidentin müsahibələrində bu qərəzli mövqe sərgiləyən jurnalistlər olsun, vətəndaş cəmiyyətinin nümayəndələri olsun, tutarlı cavablar səsləndirdi və bir məsələni də bu mənim şəxsi fikrimdə qeyd etmək istərdim ki, biz Frans 24 telekanalının jurnalistinin müsahibəsində də müəyyən qədər bir qərəz sualın yönəldilməsindən, ümumiyyətlə sualın açıqlanmasında da bir qərəz müşahidə etdik. Təxribatçı suallara rast gəldik və cənab da ona... O cümlədən də digər bir məsələ ilə bağlı cənab prezident həm Nürnberg prosesinin misal gətirməsi, həmçinin digər məsələlərə də bağlı heç şübhəsiz ki, tutarlı cavab verdi və bu proses heç şübhəsiz davam edəcək. Eyni zamanda Zaur müəllim, onu qeyd etmək istəyirəm ki, bu axı çox uzaq tarixin cinayət hadisəsi deyil. Biz 50 il bundan qabaq baş vermiş cinayətdən danışmırıq. Biz şəffaflığı qeyd edirik, amma şəffaflıq deyəndə biz təkcə onun seyr olunması üçün yaradılmış imkanı nəzərdə tutmuruq. Real insanlar var ki, onlar hətta bu cinayətkarlarla orada ünsiyyət qurdular və bir-birlərini tanıyırdılar. Yəni biz bunu qeyd etməliyik ki, bu çox uzaq tarixin cinayəti də deyil və ona görə də bunu şübhə altına almaq, yəni orada tam onlara etiraf elədilər ki, bəli, bu insanlara qarşı onlar cinayət törədiblər. Yəni bütün bunlardan sonra o cür təxribatçı sual vermək və bu insanların azad olunması ilə bağlı hansısa fikir səsləndirmək
qiymətləndirmək, biz düşünürük ki, bu artıq ikili standartlardır. Bunun heç ayrı bir məsələyə də dəxli yoxdur. Siz az əvvəl müstəqilliyini elan etmək istəyən xalqlarla bağlı Avropa Birliyində necə yekdir bir münasibətin olduğunu qeyd etdiniz. Elə İspaniyanın məsələn misalında qeyd etmək istəyirəm ki, o vaxtı təkcə İspaniyanın baş naziri, İspaniyanın siyasi hakimiyyəti deyil, Avropa Birliyinin siyasi hakimiyyəti çox kəskin bəyanatlarla çıxış etdilər. Bəli, söylədilər ki, bu Avropa dəyərlərinə ziddir. Yəni necə olur ki, o dəyərlər sizin üçün bu cür dəyərləndirilir, bu cür qiymətləndirilir. Amma Azərbaycanla bağlı siz onlara çox humanist bir münasibətin olmasını istəyirsiniz. Cinayətkar cinayətkardır da, onsuz da cinayət məcəlləsinə uyğun olaraq. Və beynəlxalq hüququn pozulmasını istəyirsiniz konkret şəkildə Azərbaycanda. Hər hansı bəyanat olmadı, hər hansı bir qətnamə olmadı Avropa Parlamentinin və ya Fransa Parlamentinin heç bir şey müşahidlik etmədik. Bəs niyə görə Azərbaycan ərazisində özünü baş nazir elan etmiş şəxslə bağlı münasibət göstərmişsiniz? Biz onu Ermənistan ərazisində həbs etməmişik axı. Azərbaycan dövləti onu Azərbaycanın ərazisində həbs etmişdir. Halbuki elə o beynəlxalq hüquq və beynəlxalq təşkilatların özü Azərbaycanın ərazi bütövlüyünü tanımış beynəlxalq təşkilatlardan söhbət gedir. Yəni bu artıq bilirsiniz Mircəli xanım, artıq bu beynəlxalq birliyin özü tərəfindən də qəbul olunmuş faktdır ki, ikili standartları var. Ona görə də biz bu təxribatçı sualların qarşısında cənab prezident çox gözəl iradəsini də ortaya qoydu və mövqeyini də kəskin şəkildə bildirdi. Yəni artıq nə qədər provokasyon sual olsa da jurnalistin onun təksib etmək və yaxud da ki, kontur sual vermək kimi bir belə də istəyi də yox idi, onu da söyləmək lazım. Sadəcə sual vermişdi. Çox qısa şəkildə Cələ xanım, həm də bu məhkəmə prosesi heç də Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə bəzi analitiklər hesab edir ki, gələcəkdə bir mənfi təsir göstərə bilər. Bunlar tamam başqa bir keysdir. Ermənistan-Azərbaycan normallaşma prosesi isə artıq biz bunu müşahidə edirik. 8 avqust Vaşinqton görüşündən sonra artıq proseslər biz irəliləyişi proseslə müşahidə edirik və bu proses hər ölkə liderinin nümayiş etdirdiyi iradə nəticəsində artıq davam edəcəkdir. Kamil, mən sizdən çox üzr istəyirəm. Sevil xanım az öncə vurğuladı ki, çox uzun tarix deyil. Koçaryanların, Sarkisyanların törətdiyi də indi baxmayaraq 30 il keçib. Yəni özləri o qədər də sandılar. uzun tarix deyil. Bəs onların həbsi ilə bağlı, cəzalandırılması ilə bağlı, törətdikləri cinayətlərə görə cavab belə deyək də, onların cəzalandırılması ilə bağlı hansı prezidenti yarada bilər? Bundan sonraki prosesləri gözləmək biz onu buraxaq erməni xalqının öhdəsinə. İndi normallaşma prosesi gedir, Zaur müəllim qeyd etdi. Biz əminik ki, bu proses 2026-cı ildə uğurla öz son hədəfinə çatacaq. Yəni biz cəmiyyət olaraq buna hazırıq. Amma düşünürəm ki, həmin o Koçaryanlar, həmin o Sarkisyanlar, həmin o Terpetrosyanlar vaxtında öz mövqeyini ortaya qoya bilməmişdi. Onlar ilk növbədə öz xalqı qarşısında xəyanət törədibdir və Azərbaycan prezidenti biz hələ 2020-ci ildə müharibəyə başında çox vacib bir bəyanatla çıxış etdi ki, yəni müharibə bitdi, biz zəfər çaldıq və söylədi ki, biz erməni xalqını bu cinayətkar xuntadan xilas etdik və düşünür ki, bu cinayətkar xunta adlandırılan bu prezidentlər var idi ki, onlar uzun illər məhz Qarabağ kartından istifadə edərək Ermənistanda hakimiyyətdə qalmağı özləri üçün deməli, qoruyub saxlamağı təmin etmişdilər və artıq erməni xalqı öz inkişaflarının bax bu səviyyədə olması, öz dövlətlərinin suverenliyinin olmaması. Bugün Ermənistan baş naziri açıq şəkildə bildirir ki, biz indi suveren olmağa başlayırıq. Yəni bu nə deməkdir? Bu artıq ölkənin siyasi elitasında belə bir düşüncə var ki, bu vaxta qədər onların nə sərhədləri olub, yəni işğal edib sadəcə olaraq tanınmamış bir şərti sərhədə maliklənmək, o ailə dövlətin sərhəddə olmaq demək deyildir. Onun heç bir çıxışı olmayıbdır. Hə, bir də yuxarı yolu var idi Ermənistana təminat. O da bildiyiniz kimi onu 30 il Rusiyanın bunu açıq şəkildə demək lazımdır ki, siyasi əsarət altında saxladı və kifayət qədər təzyiq altında olmur. Və bugün Ermənistan artıq hansısa bir dövlətlə xarta imzalayır, sənəd imzalayır. Yəni bu görünməmiş bir hadisədir. Azərbaycanın sayəsində, Azərbaycanın yaratdığı reallığın sayəsində. Bəli, biz bunu qeyd edirik ki, yəni əgər Azərbaycan cənab prezidentin də söylədiyi kimi cinayətkar xuntadan xilas etməsəydi Ermənistanı, bu proseslər də getməyəcəkdi. Və ona görə də o Sarkisyanlar, Koçaryanlar və onun kimilər, digərləri hakimiyyətdə olan Evanesyanlar, yəni onların sayı çoxdur. Hansılar ki, həm hərbi sahədə Ermənistanı bax bu cür aqressiv bir formada saxlayaraq sanki güya ki, bir güclü bir ölkə kimi göstərirlər. Amma 44 gündə onların gücünü də biz döyüş meydanında gördük ki, əslində onlar yalnız bu dövr ərzində korrupsiya ilə məşğul olublar.
Bəli, Ermənistanın özünü inkişafdan geri qoymuşdu. Elə o separatizmə son qoyulması bu günləri blokada saxlayırdı, reinteqrasiya proseslərini İqtisadi inkişaf geriləyirdi. üçün şərait yarandırdı. Bəli, və separatizmə son qoyulması, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi bugün region üçün inkişaf perspektivləri açır. Yəni təkcə Qarabağın inkişafı təkcə Azərbaycan üçün perspektivlər vəd etmir. Sülh prosesinin özü bütövlükdə regiona kifayət qədər iqtisadi potensial vəd edir. Və burada təbii ki, elə Ruben Vardanyanların terroru maliyyələşdirməsi bir çox iqtisadi layihələrin qarşısını alırdı, dayandırırdı və nəticə etibarilə biz bugünkü prosesin iqtisadi proseslərlə də bağlılığını açıq şəkildə görürük. Və Azərbaycanın dövlət suverenliyinin bərpası, separatizmə son qoyulması ümumiyyətlə region üçün hansı inkişaf modelini ortaya qoydu? Hansı iqtisadi yeni imkanları açdı? Rayxan, bu mövzu həqiqətən də çox geniş bir mövzudur. Az öncə həmkarlarım erməni xalqına qarşı da, Ermənistana qarşı da bu konfliktin nə qədər acı nəticələri olduğunu vurğuladılar. Mən istəyərdim ki, bir növ iqtisadçı kimi Ermənistanın bu konflikt müddəti ərzində, təqribən 30 illik bu müddətdə nələrdən məhrum olduğunu bir növ qabartmaq istərdim. Çox böyük regional layihələr oldu. Yəni, təkcə 3 regional layihənin adını çəkə bilərəm. Hər şey, deməli, Bakı-Tiflis, deməli, Qars dəmir yolu xəttidir, Bakı-Tiflis-Ceyhan neft boru xəttidir. Eyni zamanda son illərin regiondakı ən böyük layihəsi olan Cənub-Qaz boru dəhlizidir ki, hal-hazırda da həmən boru dəhlizinin həcm artırılması prosesi gedir və Azərbaycan da müvafiq boru vasitəsilə ötən ilin yekunlarına əsasən təqribən 13 milyard kub təbii qaz Avropa ölkələrini ixrac etmişdir və bu layihələrin icrasında Ermənistanın kənarda qalması Ermənistanı bir növ o iqtisadi dividendlərdən məhrum etmişdir. Və bununla yanaşı da bunun həm də Azərbaycan iqtisadiyyatına təsiri olmuşdur ki, müvafiq layihələr müvafiq yol uzanması səbəbindən Azərbaycana daha baha, tək Azərbaycana həm də həmən layihələrdə deməli səhm sahibi olan şirkətlərə də daha baha başa gəlmişdir. Və bu məsələlər eyni zamanda bu konflikt müddətində Ermənistanın həm Türkiyə ilə, həm Azərbaycanla əlaqələrinin qismən gərgin olması, sərhədlərinin bağlı olması Ermənistan iqtisadiyyatına nə qədər mənfi təsir göstərmişdir və Ermənistan əhalisinin bir qisminin şimal qonşumuza, digər qisminin isə üzü qərb tərəfinə immiqrasiya etməsi Ermənistan iqtisadiyyatında çox bərbad durum səbəb olmuşdur və bu səbəblə də Ermənistan milli valyutası müntəzəm şəkildə devalvasiyaya uğramışdı. Ermənistanda inflyasiya dərəcəsi regionda ən yüksək dərəcədə olmuşdu. Bununla yanaşı Azərbaycan da bu müddət ərzində bir çox geniş layihələr həyata keçirilmişdir. Lakin Azərbaycana bir növ investisiya axınında müəyyən maneələr olmuşdur həmişə. Çünki Azərbaycan aktiv müharibə, bu qismən durdurulmuş bir müharibədir, amma yenə də müharibə davam edən bir ölkə kimi bir növ bizim investisiya cəlbində müvafiq çətinliklər yaşanmışdır. Lakin bugün artıq bərpa olunan ərazilər, Azərbaycan artıq regionun böyük iqtisadi layihələrini icra edir, regional layihələrini icra edir. Azərbaycan artıq müstəqil, tamamilə müstəqil, yəni heç bir siyasi təsir altında olmadan böyük iqtisadi layihələr icra edir və Azərbaycan bugün Şərqi Avropa ölkələri üçün, Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyi üçün çox aparıcı bir deməli ölkədir. Bununla yanaşı xüsusi vurğulamaq istərdim ki, tək Azərbaycan ixracçı bir ölkə deyil. Azərbaycan bu kommunikasiya xətləri vasitəsilə Azərbaycan artıq qısa müddət sonra yalnız öz enerji vasitələrini, qaynaqlarını deyil, eyni zamanda regionun ən böyük qaz rezervlərinə sahib olan Türkmənistan qazının Avropaya ötürülməsində aparıcı rol oynayacaq. Kiçik bir misal göstərə bilərəm. İqtisadçılar adətən rəqəmləri sevirlər və bütün analitikada həmən rəqəmlər üzərindən həyata keçirilir. Şimal qonşumuz Rusiya ötən ilin yekunlarına əsasən Çinə təxminən Sibirin gücü layihəsi vasitəsilə 20 milyard kub təbii qaz satmışdır. Lakin Türkmənistanın satdığı qaz müvafiq qazdan təxminən 2 dəfə artıqdır. Və bu da bizə, yəni o Türkmənistanın o qaz yataqlarının nə qədər geniş imkanlar açmasını, Azərbaycan üzərindən Avropaya, bilirsiniz, bu sonuncu bu siyasi məsələlər Avropanın şərq tərəfini qismən
çətin vəziyyətdə qoydu və Azərbaycan da bu məsələdə müstəsna rol oynayır. Eyni zamanda mən mövzudan çox kənara çıxmaq istəməzdim. istəməzdim. Kənan müəllim, elə Azərbaycan üçün siz imkanları vurğuladınız. Ermənistan özü üçün də investisiya imkanları, iqtisadi layihələrin genişləndirilməsinə. İndi region ölkələrini vurğuladınız, Türkiyəni, regionun digər qonşu ölkələrini, Mərkəzi Asiya ölkələrini. Amma Amerika Birləşmiş Ştatları TRIP layihəsi ilə regiona qədəm qoydu. Bu Ermənistan özü üçün də böyük üstünlüklər gətirir. 140 milyon səhv etmirəmsə sərmayənin ayrılması, Azərbaycanın Ermənistana ərzaq məhsulları, neft məhsullarının göndərilməsi ilə yeni imkanlar açmış oldu. Müvafiq konflikt, yəni ki, az öncə vurğuladığım kimi çox geniş bir mövzudur. Yəni bu illərlə bizim bu tarixi Azərbaycan torpaqları üzərindən deməli TRIP layihəsi vasitəsilə şərq-qərb ticarətində çox gözə görünməz, yəni ağla gəlinməz bir növ imkanlar açılır. Şərq-qərb ticarəti ötən ilin yekunlarına əsasən təxminən 800 milyard ABŞ dolları dəyərində olmuşdur. Bu sırf deməli Çinin Avropa Birliyi ölkələri ilədir. Toplam şərq-qərb ticarəti təxminən trilyon yarım ABŞ dollarının üstündədir. Və bu yolda deməli siyasi məsələlərə görə də bilirsiniz ki, dünyanın ən böyük dəmir yolu xətti var. İvud-Madrid dəmir yolu xətti. O Rusiya ərazisindən keçdiyinə görə hal-hazırda sığorta şirkətləri logistika yüklərini sığorta etməkdən boyun qaçırdığına görə müvafiq layihə bir növ işlək vəziyyətdə deyil. Ona görə də orta xətt, bu orta koridor və bir layihəsi TRIP layihəsi üzərindən keçən bu orta xəttin çox böyük perspektivləri var. Mən həmişə bu məsələni analiz edəndə düşünmüşəm və bu qərara gəlmişəm ki, qısa müddət sonra Azərbaycanda logistika infrastrukturunun inkişafı, eyni zamanda regionda logistika infrastrukturunun inkişafı, burada tək Azərbaycan deyil, həm Ermənistan ərazisidir, həm Naxçıvandır, həm Naxçıvan üzərindən Iğdırdakı Dilucu sərhəd keçid məntəqəsində deməli logistika terminalının icrası məsələsi var. Çünki Azərbaycanın deməli dəmir yol xəttlərində o qaucular var, standartlar. O Türkiyə ilə fərqlidir. Burada mütləq hansısa bir logistika terminalı olmalıdır ki, həmən vaqon dəyişimlərində çətinliklər yaşanmasın. Və bu ticarət xəttində, bu infrastruktur layihələrinin icrasından sonra mən də düşünürəm ki, Azərbaycanın ümumdaxili məhsulun əsas hissəsini indiki kimi hansısa enerji qaynaqlarının satışı deyil, bilavasitə xidmət sahələrinin inkişafı tutacaq. Və Qarabağda da bugün artıq Azərbaycan post-konflikt dövründə çox böyük imkanlar açır. Burada biz 4 ixtisaslaşmış mərkəz yaratmışıq Qarabağda. Ağdamın bir vaxt ki, konfliktə qədər ki, o sənaye potensialı var və emal sənaye istiqamətində çox aparıcı addımlar atır, düzgün addımlar atır Ağdam. Sənaye parkı layihəsində artıq elektrik avadanlıqlarıdır, elektrik aksesuarlarıdır. Geyim istiqamətində artıq müvafiq deməli istehsalat obyektləri quraşdırılmışdır. Eyni zamanda metal konstruksiyası istiqamətində istehsal obyektləri quraşdırılmışdır. Bununla yanaşı Cəbrayıl regionun aqrar və qida mərkəzi seçilmişdir. Təxminən deməli konfliktə qədərki ərazi dövrdə də Cəbrayıl bir növ bu əkin sahələrinin genişliyinə görə, münbitliyinə görə aparıcı rol oynayırdı. Eyni zamanda Şuşanı biz mədəniyyət paytaxtı seçmişik. Şuşada durmadan artan bu turizm infrastrukturunun zənginləşməsi var və eyni zamanda Kəlbəcəri xüsusi vurğulaya bilərəm ki, Azərbaycanda olan mineral su yataqlarının təxminən 60%-dən üstünü deməli Kəlbəcərdə yerləşir. Burada çox böyük hidroenerji layihələrinin icrası istiqamətində imkanlar var. Hal-hazırda nəzərdə tutulan 5 layihə də var. Və bütün bu gedişatlar, bütün bu göstəricilər, bütün bu planlanan layihələr bilavasitə ölkənin iqtisadi aktivliyini artıracaq. Həmən ərazilərdə olan istehsalat obyektlərinə yatırım edən şirkətlər artıq burada maliyyə qurumlarının aktivliyi artacaq, güzəştli kreditlərin verilməsi inkişaf edəcək, yeni iş yerlərinin yaradılması yaranacaq, sosial yönümlü layihələrin və bu da bilavasitə böyük bu qayıdış proqramı var. Əhalinin öz doğma yurdlarına qayıtmaq inteqrasiya prosesini sürətləndirəcək. Çox sürətləndirəcək və Azərbaycanın bütün bu layihələrin icrası bizim ölkəmizin ümumdaxili məhsulun həcminin inkişafına xüsusi təkan verəcək. Bəli, əlbəttə. Çox qısa şəkildə bu iqtisadi investisiya məsələlərinə əlavə etmək istərdim, hörmətli Kənan müəllim dediklərinə. Həqiqətən də münaqişə ölkədə nəinki ümumiyyətlə regionun iqtisadi inkişafına xələl gətirən bir məqam idi.
Amma bu investisiya gəldikdə biz unutmayaq ki, hələ Ulu Öndərin zamanında Azərbaycan baxmayaraq ki, münaqişə vəziyyətində idi, torpaqlarımız işğal altındaydı. Atəşkəsə nail olduqdan sonra dünya miqyasında qlobal investorların Azərbaycan neft sənayesinə cəlb edə bildik və ondan sonraki dövrdə bu günə qədər artıq Azərbaycan iqtisadiyyatına 350 milyard dollar xarici investisiya yatırıb. Və digər layihələrlə bağlı, məsələn, təbii ki, biz ikili standartlara şahidlik etdik. Bakı-Tbilisi-Kars dəmir yolunun çəkilişi zamanı da digər investorlar bu layihənin çəkilməsinə dəstək verməyə, maliyyələşdirməsinə dəstək göstərmirdilər. Nə üçün? Çünki Ermənistan ərazisindən keçmirdi. Amma Azərbaycan öz gücü hesabına, öz maliyyə gücü hesabına, öz prinsipiallıq hesabına bu layihələri işə saldı. O cümlədən də Zəngəzur dəhlizi və onun bir segmenti olan TRIP layihəsi ilə bağlı bir müddət ləngimələri biz müşahidə etdikdə Azərbaycan digər bir alternativ layihə kimi Azərbaycanın qərb bölgələri Naxçıvanı birləşdirən İran üzərindən digər bir alternativ yolun da istismara verilə biləcəyini, istifadəyə verilə biləcəyini bəyan etdi. Yəni Azərbaycan öz müstəqil xarici siyasət kursu ilə bərabər müstəqil xarici iqtisadi siyasətini də həyata keçirir və davamlı olaraq da bu şəkildə davam edəcək. Bəli, Azərbaycanın müstəqil siyasəti, dövlət başçımızın uzaq görən siyasəti və eyni zamanda Azərbaycan ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad olunması, antiterror əməliyyatlarının uğurla başa çatdırılması və bu günləri Ruben Vardanyanın və digər separatçı qüvvələrin həbs prosesi, məhkəmə prosesinin yekunlaşması təbii ki, regionda yeni inkişaf mərhələsinə qədəm qoyulması deməkdir. Amma sülhün təbii ki, digər şərtləri də var. Sülh prosesinin tamamlanması üçün Azərbaycan prinsipiallığını yenə də davam etdirir və xüsusilə də Ermənistanın konstitusiyasında dəyişikliklə bağlı Azərbaycanın tələbi masadadır və bununla bağlı da müzakirələr getməkdədir. Elə yeri gəlmişkən Azərbaycan lideri Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında Frans 24-də verdiyi müsahibədə bu məsələyə də bir daha toxunub və maraqlarımızı, milli maraqlarımızı bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Eyni zamanda da Ermənistan tərəfini. Gəlin o çıxışı bir daha xatırlayaq. Mən normallaşmanı rəsmi sülh sazişindən ayırardım. Çünki normallaşma artıq baş verir. Qeyd etdiyim kimi, müsbət məcrada inkişaf edən bütün hadisələr bunu göstərir. Lakin Ermənistanın konstitusiyasında, hansı ki Qarabağın işğal altında olduğu dövrdə uzun müddət bundan öncə qəbul olunmuşdur, Ermənistanın istiqlaliyyət bəyannaməsinə istinad var. Orada da Qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir məzmunlu paraqraf var. Beləliklə, bu Azərbaycana ərazi iddiasıdır. İkinci Qarabağ müharibəsinin bitməsindən sonra uzun illər ərzində bizim mövqeyimiz çox aydın olub. O dəyişilməlidir. Mən bildiyimə görə Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub. Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, bu formal xarakter daşıyan hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq. Bəli, Sevil xanım, sülh prosesi kifayət qədər sürətlə irəliyib. Hətta Ermənistanın özü etiraf edir ki, iyulun yaxud iyunun 7-sinədək biz bəli, sülh prosesinə fəal iştirak etməyə, sülhü imzalamağa hazırıq. Amma beynəlxalq qüvvələr tərəfindən, erməni revanşistləri tərəfindən bugün təxribatlar davam etməkdədir. Elə biz ritorik suallarda da bunu açıq-aydın görürük. Və ümumiyyətlə, Ruben Vardanyanın məhkəmə prosesinin bax bu formada haqq və ədalətlə, beynəlxalq hüquqla yekunlaşması sülh prosesinə bundan sonra necə təsir göstərəcək və beynəlxalq təzyiqləri bundan sonra biz gözləyə biləcəkmi? Yoxsa artıq həqiqətən də yəni bizim qənaətimiz belədir ki, ümumilikdə sülh prosesinin irəliyə aparılması geriyə dönməz bir belə deyək kurs alıbdır və düşünmürük ki, bu və ya digər şəkildə Ermənistan tərəfi bu müqaviləni imzalamaqdan geriyə çəkiləcəkdir. Əvvəla müqavilə sənədləri Vaşinqtonda avqust ayında artıq layihə sənədi olaraq tərəflər arasında paraflanmışdı. Onlar onu
imzalayıblar və sadəcə olaraq biz söylədiyimiz kimi konstitusiyasını dəyişəndən sonra Ermənistan və bu dəyişikliyə də onlar gedir. Artıq işçi qrup yaradılıbdır və konstitusiyadakı ərazi iddialarını etibar edən preambulanın dəyişilməsi, preambulda daha doğrusu iqtibas var. Həmin o iqtibasın dəyişdirilməsi ilə bağlı da, yəni Ermənistanın siyasi hakimiyyətində bir konsensus var. Sadəcə olaraq bu proses ağrılı gedir Ermənistan daxilində. Yəni bizim üçün bu şərtdir. Biz bunu irəliyə sürmüşük və cənab prezident bunu dəfələrlə ən yüksək səviyyədə bəyan edibdir və Ermənistan da bunu qəbullanıb ki, bu müddanı dəyişməlidir. Və proses də gedir. Onlar sadəcə olaraq iyunun 7-si parlament seçkilərinə qədər bu referendumun keçirilməsi məsələsi, yəni bununla bağlı hazırda danışıqlar aparırlar və o ki qaldı Ruben Vardanyanın məhkəmə prosesinin nəticələrinin sülhə təsirinə. Mən onu düşünmürəm. Çünki Ruben Vardanyan Ermənistan siyasi hakimiyyəti tərəfindən qəbullanan bir şəxsiyyət deyil. Əgər xatirinizdədirsə, onun Qarabağa gəlişi Ermənistanda siyasi hakimiyyətin dəyişdirilməsi kimi... Söhbət müsbət təsirlərindən gedir. Çünki post-münaqişə dövründən müsbət təsir göstərəcək. Hüquqi baxımdan yanaşma deməkdir bu prosesin özünə belə. Siyasi rəqib də ola bilər. Bəli, yəni ki, bu var idi. Yəni onlar onu belə bir məsələdə müzakirə olunmaq. Yəni Ermənistanda belə deyə pozitiv qarşı, bəli, müəyyən qruplaşmalar var ki, təbii onlar revanşist deyirik biz əvvəllər. Onlar təbii ki, Ruben Vardanyanı müdafiə edirlər. Amma söhbət siyasi hakimiyyətdən gedir, çoxluqdan gedir. Parlamentdə çoxluq qazanmış, baş nazirini seçmiş və ümumilikdə xalqın mandatına yiyələnmiş çoxluqda siyasi hakimiyyətdən gedir ki, onlar bu sülh müqaviləsinin imzalanmasına maraqlıdırlar. Və mən onu söyləmək istəyirəm ki, biz dəfələrlə söyləmişik ki, sülh müqaviləsinin imzalanması Ermənistanın üzünə lazımdır. Az əvvəl Kənan müəllim iqtisadi baxımdan dəyərləndirdi ümumilikdə prosesləri, amma söyləmək lazımdır ki, 2026-cı il üçün Fitch Ratings'in proqnozları var və hər 3 Cənubi Qafqaz ölkəsi üçün Ermənistan üçün təxminən 4,5% dəyərləndiriblər iqtisadi inkişafı. Bu kifayət qədər böyük rəqəmdir. Biz əgər Ermənistanın potensialına baxsaq, onun bundan əvvəlki iqtisadi göstəricilərinə baxsaq, bu kifayət qədər böyük rəqəmdir. Ancaq, məsələn, digər ölkələrlə nisbətdə yüksəkdir. Ancaq risklər çox böyükdür. Yəni, digər ölkələrlə bağlı riskləri çox aşağı dəyərləndirirlər. Amma Ermənistanla bağlı risklər isə çox yüksəkdir. Və birinci və ən mühüm risk sülh müqaviləsinin imzalanmaması. Və onu beynəlxalq reyting agentlikləri artıq təhdid kimi Ermənistanın iqtisadiyyatına dəyərləndirirlər. Yəni, biz əminik ki, Ermənistanda da vəziyyətin nə qədər ciddi olduğunun fərqindədirlər. Bu birincisi. İkincisi, TRIP layihəsinin həyata keçirilməsi elə Azərbaycanla Ermənistan arasında olan normallaşma prosesinin əsas müddəası kimi çıxış eləyir. Və əgər Ermənistan buna getdisə, TRIP layihəsini həyata keçirirsə və bu layihənin daha tez həyata keçirilməsi də eyni zamanda normallaşma prosesinin də sıx şəkildə irəliyə aparılmasını tələb edir. Yəni biz bunu bir mənalı şəkildə qeyd eləyirik. Ona görə də sülhə mane olan qüvvələr var. Kimi ölkə qarşısında. Qüvvələr var, amma onlar daha çox Ermənistan xaricindədirlər. Bəli, bugün Ermənistan daxilində çox çətin siyasi durum var. Xüsusilə Qaregin 2-yə qarşı deməli cinayət məsuliyyətinin açılması, burada bilirsiniz, parlament seçkiləri ərəfəsində siyasi qruplaşmalar, onlar necə olursa olsun koalisiya, hətta iki partiya Ermənistan daxilində çiçəklənən Ermənistan və Vətən partiyalı koalisiyaya getmək istəyirlər. Digər bir partiya tərəfindən belə bir təklif gəlib ki, bu koalisiyanı daha da gücləndirsinlər və üçüncü partiya qoşulsun. Yəni söylədiyimiz kimi Ermənistan daxilində necə olursa olsun Paşinyanı hakimiyyətdə görməmək kimi bir istək var. Bu təbiidir, bu siyasi belə də rəqabətdir. Amma xalq nə deyəcək əvvəlin iyunun 7-si bunu göstərəcək. Amma apardığımız müşahidələr, sosial deməli rəy sorğuları daha doğrusu aparılan onu göstərir ki, Ermənistan daxilində əhalinin böyük bir kəsimi artıq dəstəkləmir o qüvvələr və sırf o baxımdan ki, onlar böyük bir perspektiv görürlər. Siz az əvvəl investisiyaların yatırımından Ermənistana danışdınız. Orada data bazasının tikilməsi bu çox böyük bir layihə olacaq. Eyni zamanda mülki əhəmiyyətli məqsədli nüvə reaktorlarının enerjisinin istehsal edən bəli, o stansiya tikiləcəkdir. Hər biri sabitlik, adekvatlıq tələb edən layihələrdir. Bəli, və bura 9 milyard, birinci mərhələdə 5 milyard dollar, ikinci mərhələdə 4 milyard dollar gələcək. Ermənistan heç vaxt bunu görməyib və biz əvvəllər Ermənistanın büdcəsinə baxanda, yəni bu rəqəmlərin hansı həddə olduğunu da görürdük. Ona görə də bu Ermənistan üçün çox böyük bir əslində göstəricidir və düşünür ki, sülh prosesini irəliyə aparmaq üçün Ermənistan artıq kənarda
kənardan gələn o təzyiqlər sizin söylədiyiniz, onları da neytrallaşdıra biləcəkdir sadəcə olaraq səbatlı münasibət üçün. Bəlkə də Ruben Vardanyanın məhkəmə prosesinə erməni revanşistlərinin, onların arxasında duran revanşist qüvvələrinin son ümidi idi ki, bəlkə də hansısa formada onlar azadlığa çıxarlar, prosesi davam etdirərlər, yenidən bir qruplaşma yaradarlar və onları da rəsmi qurumlarında belə deyək, Dağlıq Qarabağ, Qondarma Dağlıq Qarabağ qurumunun adı saxlanılmaqdadır. Baxmayaraq ki, bu nə de facto, nə de jure fəaliyyət göstərir, amma buna baxmayaraq, bax bu formada rəsmi saytlarında ad saxlanılmaqdadır. Az öncə də dövlət başçımızın çıxışında Azərbaycanın tələbi kimi ortaya qoydu ki, Qondarma Dağlıq Qarabağ qurumu adlı ümumiyyətlə heç bir məfhum olmamalıdır. Bax, bundan sonra o Ermənistan tərəfinin, revanşist qüvvələrinin son ümidlərinin də puça çıxması, Ruben Vardanyanın məhkəmə prosesinin başa çatması, sülh prosesinin necə təsir göstərəcək? Biz irəliləmə prosesində Sevil xanım kifayət qədər sadaladı prosesləri, amma bax bu yaxınlarda Ermənistan tərəfinin özü açıqladı ki, Azərbaycanın baş nazirinin müavini, səhv etmirəmsə bu yaxınlarda Ermənistana səfəri gözlənilir, delimitasiya, demarkasiya prosesinin irəli aparılması və bundan əvvəl də nəinki liderlər arasında birbaşa görüşlər, hətta cəmiyyətlər arasında dialoqlar da kifayət qədər inkişaf edir. Bundan sonraki prosesləri necə gözləyə bilərik? Heç şübhəsiz ki, Cəlal xanım, bu normallaşma prosesi çərçivəsində atılan addımlardır. Siz qeyd etdiniz, Azərbaycan Respublikası Baş nazirinin müavini və Ermənistandan olan həmkarı ilə birgə delimitasiya və delimitasiya üzrə Dövlət Komissiyasının və delimitasiya sərhəd təhlükəsizliyi üzrə komissiyanın iclasları davamlı əsasda baş tutmuşdur. Sonuncu iclas 12-ci iclas keçən ilin noyabr ayında baş tutmuşdur Qəbələ şəhərində və növbəti iclasın da Ermənistan arasında keçirilməsi ilə bağlı fikirlər səsləndirilirdi. İndi siz qeyd etdiniz, mətbuatda artıq bununla bağlı məlumat yer alıb və bayaq qeyd etdik 8 avqust Vaşinqton görüşündən sonra cənab prezident öz çıxışında da bu barədə qeyd etdi. Artıq faktiki olaraq biz sülh şəraitində yaşayırıq. Baxmayaraq de jure hələ sülh sazişi imzalanmıyor, amma faktiki olaraq istər Ermənistana yüklərin daşınması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, istər neft məhsullarının ixracı, o cümlədən Azərbaycan üzərindən taxıl məhsullarının Ermənistana göndərilməsi, bütün bunlar bu proseslər normallaşma prosesi çərçivəsində atılan mühüm addımlardır. Heç şübhəsiz ki, bütün bu təşəbbüslər də Azərbaycan prezidenti liderimiz İlham Əliyev tərəfindən irəli sürülmüşdür və biz danışırıq Vaşinqton razılaşması, 8 avqust Vaşinqton görüşü, ümumiyyətlə unutmayaq ki, bu görüşə qədər, bu reallığa qədər bütün addımlar məhz Azərbaycan tərəfindən atılmışdır. Bayaq biz qeyd etdik, torpaqlarımız işğaldan azad olundu, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olundu. Biz buna qədər torpaqlarımız işğal altında olduğu dövrdə dəfələrlə bəyan edirdik ki, istər beynəlxalq platformalar olsun, istər tərəfdaşlarla görüşlər zamanı bəyan edirdik ki, regionun ümumilikdə inkişafı üçün sülhə və təhlükəsizliyə təhdid məhz işğal faktorudur. İşğal faktoru aradan qaldırılması ümumilikdə regionun inkişafından söhbət gedə bilməz və biz bilavasitə beynəlxalq hüququ, BMT-nin məlum qətnamələrini təmin etdik, öz gücümüz hesabına ərazi bütövlüyümüzü təmin etdik. Ondan sonra bayaq Kənan müəllim qeyd etdi, Ermənistanın özünün iqtisadi inkişafı üçün də biz bir şərait yaratdıq. Buna qədər Ermənistan dalanda qalmış bir dövlət idi. Biz Münxen sülh konfransı çərçivəsində cənab prezidentin panel müzakirələr zamanı çıxışında səsləndirdiyi bir fikrə diqqət çəkmək istərdim. Ermənisi bir jurnalist belə bir sual səsləndirdi. İstər konstitusiya məsələsi ilə bağlı təkidlə qeyd edir ki, konstitusiyada bizdə ərazi iddiası yoxdur. Amma cənab prezident bundan qabaqki müsahibəsində, Frans 24-də müsahibəsində də qeyd etmişdi və həmin panel müzakirələr zamanında vurğuladı ki, preambulada bilavasitə istinad var müstəqillik bəyannamasına. Yəni, ermənilər, erməni ictimaiyyəti, jurnalistlər olsun, tərəfdaşlarla danışıq zamanı onların göstərdiyi məhz həmin preambuladır. Açıq şəkildə orada preambulada ərazi iddiaları qeyd olunmasa, amma orada istinad var. İstinad da müstəqillik bəyannamasındadır. Müstəqillik bəyannamasında da Azərbaycana ərazi iddiaları var. Bu aradan qalxmalıdır ki, sülh sazişi imzalansın. Bu sülh sazişinin imzalanmasında... Orada Zahir müəllim, problem odur ki, Konstitusiya Məhkəməsi uyğunluğu ilə bağlı qərar qəbul edildi. Onu əsas götürürlər, amma əslində Konstitusiyada hələ də o fakt... Cənab prezident ona etiraz elədi, onu bildirdi. Bəli, Konstitusiyada hələ də o faktlığında qalır, o aradan qaldırılmasa, bununla bağlı siz də qeyd etdiniz, Cəlal xanım, artıq Ermənistan cəmiyyətində bununla bağlı müvafiq addımlar atılmaqdadır. Amma baxmayaraq ki, Ermənistan hakimiyyəti daxili cəmiyyət üçün, daxili auditoriya üçün zaman-zaman bu dəyişikliyi biz Azərbaycanın tələbi ilə həyata keçirmirik. Belə bir ifadə səsləndirilir. Amma fakt vaxtlığında qalır ki, bizim Ermənistanla sülh müqaviləsi imzalanmaq yolunda yeganə qalan maneə, buna qədər Minsk qrupu və əlaqəli qurumlardan danışırdıq, artıq tarixin arxivinə göndərildi. Yeganə qalan maneə konstitusiya məsələsidir və biz hiss edirik ki, artıq Ermənistanda seçkilərdən sonra
belə bir yanaşma var ki, seçkilərdən sonra referendum vasitəsilə həmin konstitusiya dəyişikliyi baş verəcək və nəhayət biz faktiki olaraq iki ölkə arasında hüquqi baxımdan sülh sazişinin imzalanmasına nail olacaq. Bir məqam da qeyd edim ki, bayaq biz sülh kəsişməsi ilə istinad etdim mən cənab prezidentin panel müzakirələrdə çıxışı zamanı jurnalistin səsləndirdiyi həm konstitusiya ilə bağlı, həm də sülh kəsişməsi ilə bağlı belə bir fikir səsləndirdi. Amma bu əslində Ermənistanın bütün qonşu dövlətlərlə demək olar sərhədləri bağlıdır. Hansı sülh kəsişməsindən danışa bilər ki, uzun müddət Azərbaycanın torpaqlarını işğal altında saxlayıb, digər dövlətlərlə sərhəd demək olar tamamilə bağlı şəkildədir. Amma sülh kəsişməsi ideyasını irəli sürdü Paşinyan. Bu sülh kəsişməsinin də həyata keçməsinə, belə deyək, dırnaqarası sülh kəsişməsinin ümumiyyətlə regional inteqrasiyanın, digər dövlətlərin regiona ABŞ olsun, Avropa İttifaqı olsun, regiona marağının artırılmasında əsas səbəb heç şübhəsiz ki, yaradılan reallıq. Biz dəfələrlə Zəngəzur dəhlizinin həyata keçiriləcəyini deyirdik. Biz 8 avqustda artıq bunun bir segmenti olan Trimp marşrutu adı altında nəhayət Zəngəzur dəhlizinin işə düşəcəyini şahid olacaq. Və bu da ümumilikdə tək Azərbaycanın deyil, bütün region üçün, o cümlədən Azərbaycan üzərindən tranzit bir məqsədlə orta dəhlizin əsas asar ölkəsi olaraq Azərbaycan üzərindən yüklərin şərq və qərb istiqamətində daşınmasına maraqlı olan dövlətlər üçün də bir əlverişli, səmərəli bir Bəli, ümumiyyətlə dünyada tələbat artıb bu tranzit layihələrinin genişləndirilməsinə, nəqliyyat kommunikasiyalarının artırılmasına, çünki regionda münaqişələr, müharibələr davam etməkdədir və baxmayaraq ki, elə az öncə Azərbaycanın uğurlarını biz vurguladıq, amma dünyada baş verən müharibələr kifayət qədər uzun müddət davam edir və Rusiya-Ukrayna müharibəsi də bu müharibələrdən biridir və cəmi 4 gündən sonra 4 ili tamam olacaq. Amma dünya siyasətçiləri nədənsə 4 ilin tamamında, müharibənin 4 ilin tamamında müharibənin sonunun çatacağını vurğulayırlar və bu müharibənin 4 illik tarixə yaddaşlarda qalacağını bildirirlər və ümidlər də bugün Cenevrədə başlayacaq Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna üç tərəfli görüşə yönəlib və bu görüş barəsində kifayət qədər fikirlər çoxdur, amma Rusiya-Ukrayna tərəfindən səslənən fikirlər var. Nədən ibarətdir? Rusiya prezidenti Volodimir Zelenskinin fikirlərini mən xahiş edəcəm. Redaktorumuz ekranlara gətirsin. Biz də onları diqqətə çatdıraq. Sonra müzakirələrimizi bu fikirlər üzərindən davam etdirəcəyik və Volodimir Zelenski deyir ki, Amerikalı dostlarımız təhlükəsizlik zəmanətləri hazırlayır. Amma dedilər ki, əvvəlcə ərazi mübadiləsi, sonra təhlükəsizlik zəmanəti. Hesab edirəm ki, təhlükəsizlik təminatları birinci yerdə olmalıdır. Statın sonu Volodimir Zelenskinin fikirləri idi və səhv etmirəmsə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun da fikirləri var. Bəli, artıq ekranlarda görürük. Qeyd edir ki, danışıqların gündəliyi artıq razılaşdırılıb və Ukrayna nümayəndə heyəti görüşə tam hazırdır. Kiyev tərəfi təhlükəsizlik və humanitar məsələlər üzrə konstruktiv əməkdaşlıq gözləyir. Görüşlərin məzmunlu və nəticə yönümlü olacağına ümid edirik. Danışıqların əsas hədəfi ədalətli və davamlı sülhə doğru real irəliləyiş əldə etməkdir. Ukrayna bu prosesə praktik nəticələrə hesablanmış yanaşma ilə qatılır. Statın sonu Rüstəm Umerovun fikirləri idi. Həqiqətən də dünyada sülhə nail olmaq müşkül məsələyə çevrilib və Amerika Birləşmiş Ştatları kimi bir ölkə bugün Avropanın mövqeyi, maraqlarından fərqli olaraq Ukraynaya zəmanət vermir. Biz Volodimir Zelenskinin fikirlərinə diqqət yetirsək, orada qeyd olunur ki, ərazi bütövlüyü, ərazi məsələlərinə təhlükəsizlik prosesindən sonra baxılsın. Yəni, bir-birini təqsib edir. Amerika Birləşmiş Ştatları da tam əksini söyləyir və belə çıxır ki, Cenevra prosesindən də, danışıqlarından da sülh gözləməyə dəyməz. İqtisadi imkanları necə? Tərəflərin tükənib, yoxsa bundan sonra Amerika Birləşmiş Ştatları da maliyyə yardımı göstərmək niyyətində deyil? Bax, bundan sonraki proseslər, iqtisadi proseslər müharibənin gedişatına necə təsir göstərəcək, yoxsa bugün Cenevrədə yekun gözləmək olar? Raxam, iqtisadiyyatla ümumiyyətlə siyasət həmişə paralel irəliləyən bir faktorlardır. Az öncə Zaur müəllim bu barədə də, bu siyasi iqtisadi məsələlər barədə öz fikrini bildirdi. Mən kiçik bir sitat gətirmək istəyərdim. Bir vaxtlar Singapurda dövlətçilik sistemini qurmuş Çinli əsilli Li Kuan Yunun yazılarına əsasən. Li Kuan Yu'dan soruşurlar ki, siz necə oldu ki, belə güclü iqtisadi, güclü dövlət qurdunuz? O dedi ki, mən ilk növbədə ölkənin siyasi durumunu, qonşu ölkələrlə münasibətlərini tənzimlədim.
hər biri ilə sülh qurdum, ondan sonra iqtisadi inkişafa başladım. Bir mənalı şəkildə sülh olmayan yerdə, yəni ki, konflikt olan yerdə hansı iqtisadi inkişafdan söhbət gedə bilməz və çox təəssüf ki, bu artıq qısa müddət sonra 4 ili tamam olacaq müharibə bir növ dünyanın iqtisadi gedişatını tamamilə dəyişmişdir. Dünyanın ən böyük resurslara sahib olan ölkəsi tarixdə görülməmiş sanksiyalarla üzləşmişdir. Onun alıcıları burada həm yanacaq nəzərdə tuturam, həm təbii qaz nəzərdə tuturam, həm müxtəlif o neftin o commoditiləri var, o istehsal olunan müəyyən məhsulları var. Eyni zamanda Rusiyanın maliyyə sistemi iflic vəziyyətindədir. Rusiya beynəlxalq kontraktları SWIFT üzərindən ödəniş etməkdə çətinlik çəkir, mümkün deyil. Rusiyanın aparıcı dövlət şirkətləri sanksiyadadır hal-hazırda və müvafiq deməli o sanksiyalı olan şirkətlərlə əməkdaşlıq edən hər hansı bir neytral ölkə təmsilçiləri, neytral ölkə şirkətləri bugün ehtiyat edirlər. Bütün bu məsələlər iqtisadi aktivliyə, sizə deyərdim ki, iqtisadi aktivliyi bir növ tamamilə iflic vəziyyətinə qoymuşdu və düşünürəm ki, siyasi gedişat, onun nəticələri haqqında fikir bildirmək mənim üçün çox çətindir, amma mən çox arzu edərdim ki, iqtisadi prizmadan baxaraq arzu edərdim ki, bu müharibə, əlbəttə ki, ilk növbədə humanizm prizmasından baxanda hər gün müəyyən sayda insan tələfatı mövzudur və bilmənalı şəkildə biz bunun ən qısa zamanda bitməsini arzuluruq. Əgər bitəcəyi təqdirdə ən qısa zamanda şərq İqtisadi itkilər də var burada. Birmənalı şəkildə. O iqtisadi itkilər tarixdə görülməmiş rəqəmlərdir. Çünki burada iştirak edən yalnız Rusiya və Ukrayna deyil. Burada deməli Avropa ölkələri iştirak edir, şəxsən Amerika özü iştirak edir. Artıq Çin müəyyən o sanksiyalardan yayınmaq üçün Rusiyadan artıq yanacaq. Bir növ idxalını qismən dayandırmışdır. Yalnız həmən deməli idxal prosesi hansısa qeyri-rəsmi yollarla həyata keçirilir ki, həmən qeyri-rəsmi yollar, o kölgə tanker siyasəti var ki, çox sayda tankerlər, yanacaq daşıyan tankerlər artıq sanksiyalara məruz qalmışdır. Mən elə düşünürəm ki, bu məsələnin dünya iqtisadiyyatına vurduğu zərər tarixdə görülməmiş rəqəmlərlə ifadə olunur. Rusiyanı tərk edən deməli bir çox sayda texnologiyalar var. Qazanan tərəflər də olub, amma belə bilirsiniz, qazanan tərəflər hansısa bir qara tərəflərdir, işin qara tərəfidir, amma rəsmi olaraq dünya iqtisadiyyatı bundan trilyonlarla ziyan görür. Əsas da Avropa iqtisadiyyatı. Avropadan ümumiyyətlə bu barədə zərər ən çox Avropa çəkir. Çünki təkcə Almaniyanı götürək. Almaniyanın müharibəyə qədərki dövrdə qaz təchizatının 40%-i deməli Rusiya qazı vasitəsilə həyata keçirilirdi və hal-hazırda hansı ki ümumiyyətlə işlək durumda deyil. Rusiyada ümumiyyətlə Avropaya 5 qaz boru kəməri var. Deməli 2 deməli şimal deməli xəttləridir. Biri Belarus üzərindən gedir, biri Ukraynada və Türk axını var. Yalnız işlək vəziyyətdə Türk axınıdır hal-hazırda və o istiqamətində də müəyyən tədbirlər görüləcəyi gözlənilir. Bununla yanaşı Sibirin gücü vasitəsilə Çinə qaz satılır, neft satılır deməli Primorsk deməli portundan, Novorossiysk portundan qara tankerlər vasitəsilə çox çətin durumdur mən düşünürəm və logistika istiqamətində də üzr istəyirəm. Çox üzr istəyirəm. Bəs müdafiə sahəsində iqtisadi imkanları müqayisə etmək olarmı? Məhz Rusiya və Ukrayna arasında tükənmişlik hansı tərəfdə? Bilirsiniz, Rusiyada əlbəttə ki çətinlik çox çətin durumdur. İlkin müddətdə Rusiya Çinlə bu istiqamətdə qeyri-rəsmi əməkdaşlıq edirdi. Daha sonra Çin bu Tayvan məsələsinə görə və şəxsi maraqlarına görə qismən Rusiyadan üz döndərdi. Rəsmi olaraq üz döndərdi əlbəttə ki. Və Rusiya da məcburən bu istiqamətdə İranla əməkdaşlıq elədi. Amma Ukraynanı bu istiqamətdə Avropa ölkələri, şəxsən Amerika Birləşmiş Ştatları dəstəkləyir. Mən düşünürəm ki, resurs məsələsinə gəlincə, mən düşünürəm ki, Ukraynanın imkanları daha genişdir bu istiqamətdə. Çünki Ukrayna təchiz edən ölkələr var durmadan. Rusiyada neft emalı zavodlarda kəskin problemlər var. Bir vaxtlar Rusiya Orta Asiya ölkələrinə dizel satışını həyata keçirirdi ki, hal-hazırda həmən satışlar tamamilə dayandırılıb. Çünki Rusiyanın yerli tələbatını ödəmir həmən yanacaqlar. Eyni zamanda Rusiya dünyanın deməli müdafiə sənayesi istiqamətində aparıcı ixrac edən ölkələrindən ki, bu dəqiqə həmən ixrac tamamilə dayanıb, yerli tələbata yönəlib və düşünürəm ki, az öncə verdiyiniz suala gəlincə Ukraynanın imkanları bu istiqamətdə daha genişdir.
Amma Avropalı mütəxəssislər, dünya iqtisadçıları da bir qədər fərqli düşünürlər. Çünki Ukraynaya Avropa tərəfindən maliyyə yardımı istədikləri səviyyədə verilmir və Amerika Birləşmiş Ştatları da tamamilə bu yardımları dayandıracağını dəfələrlə bəyan edib. Əgər texnik göstəricilərə nəzər yetirsək, müdafiə sənayesi istiqamətində Ukraynanın sahib olduğu silahlar, onların texniki göstəriciləri Rusiyadan dəfələr üstündür. Və burada gələcəkdə Ukraynanın bərpası prosesi də var. O da kifayət qədər milyardlarla vəsait tələb edir və sözünüzdə haqq da ola bilər. Çünki bu olmasaydı Ukrayna prezidenti Volodimir Zelenski də öz fikirlərində ərazi bütövlüyü məsələsində və xüsusilə də Amerika Birləşmiş Ştatlarından tələb kimi irəli sürüb ki, əvvəlcə təhlükəsizlik, sonra ərazi bölgüsü prosesinə baxaq və Rusiya tərəfinin də cavabı var. Redaktorlarımızdan xahiş edəcəm ekranlara versin. Rusiya prezidentinin sözçüsü Dmitri Medvedev öz fikirlərini belə səsləndirib ki, görüşün əsas mövzuları, yəni Cenevra görüşünün əsas mövzuları ərazi məsələləri ilə məhdudlaşmayacaq. Bununla yanaşı Rusiyanın irəli sürdüyü digər fundamental tələblər də gündəmdə olacaq. Danışıqların məqsədi mövcud fikir ayrılıqlarını daha geniş siyasi və təhlükəsizlik çərçivəsində müzakirə etməkdir. Tərəflər kompleks yanaşma nümayiş etdirmək niyyətindədirlər və bu mərhələdə konkret nəticələrdən çox mövqelərin uyğunlaşdırılması hədəflənir. Statın sonu Dmitri Peskovun fikirləri idi. Sizin fikirlərinizi yekunlaşdır. Var əlbəttə ki, bütün bu hər şeyin bir dənə əlavə eləyəcəm. Əsas məsələ, əsas problem bilavasitə Ukraynanın problemidir. Çünki bütün bu hərbi əməliyyatlar, bütün bu müharibə Ukrayna ərazisində gedir və Ukraynanın bu müharibədən sonra hansı müddətə bərpa olunacağı ümumiyyətlə sual altındadır və həmən Ukraynaya dəymiş ziyanın maliyyə göstəriciləri tamamilə sual altındadır ki, bu çox böyük məbləğlər tələb olunur və qarşıdakı illərdə planda var idi ki, Rusiyanın dondurulmuş aktivləri bu istiqamətdə Ukrayna infrastrukturunun inkişafına yönələ bilər ki, hansı ki, mən elə düşünürəm ki, müvafiq aktivlər Ukrayna infrastrukturunun burada həm kommunikasiya xətləridir, yollardır, yaşayış məskənləridir ki, düşünürəm ki, çox çətindir. Son 4 dəqiqəmiz qalıb, ona görə də həmkarınızla öz aranızda bölməyə xahiş edəcəkdim reglamenti və Sevil xanım, artıq məlumdur, Cenevra görüşündən gözləntilər var. Ukraynanın, Rusiyanın fikirləri yenə də üst-üstə düşmür. ABŞ da baxmayaraq ki, vasitəçilik eləyir, fərqli fikirlər ortaya qoyur. Ərazi bütövlüyü və təhlükəsizlik məsələsində təzad var. Təzadlar var və çox dərindir, onu söyləmək lazımdır. Əvvələn Ukrayna ərazilərini itirib və onların geri qaytarılmasını tələb edir. Bu çox ciddi bir tələbdir və danışıqlar masasında hansısa sülh və hansısa konsensus qazanmaq üçün ciddi bir maneədir. Eyni zamanda Rusiya da öz mövqeyində çox möhkəmdir və biz az əvvəl indi danışdıq Rusiyanın iqtisadi imkanlarının tükənməsindən. Bəli, mən sizinlə razıyam ki, bugün Rusiya ola bilsin öz gəlirlərinin əhəmiyyətli bir hissəsini, müharibə sənayesini mövcud belə deyək də, iflasdan qorumamaq üçün ona sərf edir və bu müəyyən mənada ola bilsin ki, onun büdcə gəlirlərini azaldır. Amma hər halda biz nəticələrə baxsaq, Rusiya irəlidədir. O kifayət qədər böyük ərazisini Ukraynanın işğal edibdir və geriyə çəkilmək də kimi də bir fikri yoxdur. O ki, qaldı Peskovun indi masa üzərində onlar gündəliyi müəyyənləşdirdiklərini söyləyirlər. Burada, bəli, təhlükəsizlik təminatları bunu ilk əvvəldən Zelenski də istəmişdi. Amma Rusiyanın açılmayan və belə deyək, hələlik ictimailəşdirilməyən tələbləri var ki, o birbaşa olaraq Avropa Birliyini də masadan kənarlaşdırıb ki, onlarla da danışmır və o Birləşmiş Ştatları mediator kimi ora dəvət edibdir. Bu deməkdir ki, Avropa Birliyinin maraqları nəzərə alınmayacaqdır və onlar danışıqlar prosesində öz mövqələrini ortaya qoya bilməyəcəklər və o nədən ibarətdir? Ukraynanın neytral ölkə kimi saxlanılması. Bildiyiniz kimi bundan əvvəl onlar Avropa Birliyinə Ukraynanın daxil olunması ilə bağlı bir, belə deyək də, ona bu jest idi də, indi o belə deyək, müharibədə uduzmuş ölkədir, torpaqları işğal olunub və onu Avropa Birliyi, orada da konsensus yoxdur ki, o Avropa Birliyinə daxil olsun. Burada bir sıra ölkələr artıq blokluyurlar onun üzvlüyünü. Bəli, amma NATO üzvlük məsələsi bunu qırmızı xətt kimi dəyərləndiriblər və bu barədə söhbət gedə bilməz. Sonra nüvə silahlarının yerləşdirilməsi ilə bağlı da ara-sıra Avropa ölkələrindən təkliflər gəlir və bununla bağlı da yenə də Rusiyanın çox kəskin bir mövqeyi var. Yəni, haqlıdır, haqsızdır, biz bunu müzakirə etmirik ki, Rusiya haqlıdır, bəhs Ukrayna. Amma məsələ budur.
Bəli, çox üzr Cəla xanım, istəyirəm. çox qısa şəkildə mən o qədər də əslində bu danışıqlar prosesində ilk bin yanaşmıram. Əsas məsələ bayaq Cəla xanım dedi, tərəflərin bu prosesdə, bu danışıqlar prosesində güzəştləri ilə bağlı olacaq, istər ərazi itkiləri ilə bağlı, istərsə də Rusiyanın bayaq siz qeyd etdiniz, Peskovun səsləndirdiyi fikirlər, Rusiya tərəfinin rəyə sürdüyü şərtlərin Ukrayna tərəfindən necə qəbul olunacağı əsas məsələdir hesab edirəm ki, və unutmayaq ki, Ukrayna mənbələrinin səsləndirdiyi fikirlərə görə Rusiya tərəfinin də itkiləri böyükdür. Təkcə insan tələfatı 1 milyon 200 minə yaxındır. O cümlədən də hərbi texnika, hərbi sursat itkisi həddən artıq yüksəkdir. Və danışıqlar prosesində də tərəflərin güzəştləri nəzərə, bir-birinin güzəştləri nəzərə alarsa, bir-birinə güzəşt edərlərsə, nəyəsə nail olmaq olar, amma o qədər də nisbən yanaşmıram. İndi burada tərəflər mi rol oynayacaq, yoxsa Amerika Birləşmiş Ştatlarının həqiqətən təsir mexanizmləri ortada var ki, bax bu Cenevrə görüşündə də masa üzərində olacaq. Çünki bəzi ekspertlər hətta söyləyirdilər ki, Amerika Birləşmiş Ştatları ilə Rusiya artıq Alyaskada razılığa gəlib və bu razılıqlar əsasında Ukraynaya hansısa təzyiqlər gözlənilə bilərmi Cenevrədə? Bax, bütün bunlar təbii ki, elə Cenevrədə müzakirə olunacaq. Mən sizə minnətdaram studiyamızdakı müzakirələrinizə görə. Belə hörmətli tamaşaçılar, biz regionda baş verən ən səsli hadisəni təbii ki, Ermənistan vətəndaşı olan Ruben Vardanyanın təqsirli bilinməsini, hökmünün başa çatmasını, məhkəmə prosesinin başa çatmasını və nəticə etibarilə 20 il azadlıqdan məhrum edilməsinin müzakirə etdik və eyni zamanda Rusiya, Ukrayna, Amerika Birləşmiş Ştatları arasında bugün Cenevrədə keçiriləcək görüşdən gözləntiləri də nəzərdən keçirdik. Belə bizə baxdığınız üçün sizə də minnətdarıq. Salamat qalın.